expose the risks of relying. Pakistan Hürmüz boğazında yaranan risklər fonunda enerji təchizatını şaxələndirməyə çalışır. Ölkənin ən böyük neft emalı şirkəti Sinerchiko ABŞ-dən xam neft idxalını artırıb. Münaqişədən əvvəl Pakistanın neft və mayiləşdirilmiş təbii qaz idxalının təxminən 90%-i Hürmüz boğazından keçirdi. Sinerchiko son 9 ayda ABŞ-dən təxminən 8,1 milyon barel xam neft idxal edib. İyun ayında başa çatan maliyyə ilində şirkət təxminən 750 milyon dollar dəyərində 7,1 milyon barel ABŞ nefti alıb. Nəticədə Pakistanın ABŞ-dən idxalı da artıb. ABŞ mallarına ödənişlər 914 milyon dollar artaraq 3,27 milyard dollara çatıb. Bu artımın təxminən 80%-i Sinerchiko'nun alışlarının payına düşüb. Şirkət əlavə spot alışları və uzun müddətli tədarük razılaşmalarını da nəzərdən keçirir. ABŞ İxrac İdxal Bankının təklif etdiyi maliyyə mexanizmi əlavə idxalı dəstəkləyə bilər. Bu imkan Pakistanlı alıcılara, ABŞ ixracatçılarına ödənişləri 3 ilədək təxirə salmağa şərait yarada bilər. İslamabad hesab edir ki, ABŞ-dən enerji idxalının artırılması rəsmi Vaşinqtonla ticarət balansındakı fərqi azaltmağa və ABŞ tariflərinin aşağı salınması istiqamətində səylərə də kömək edə bilər. Pakistan körfəz ölkələrindən enerji idxalını dayandırmır. Məqsəd tədarük mənbələrini şaxələndirmək və Hürmüz boğazında yarana biləcək fasilələrin riskini azaltmaqdır. Maryam Ziya, A-News, İslamabad. A News, Islamabad.